Problem ondan ötəridir ki, mən Əmirov Seyfəddin Nurməmmədoğlu yeznəmin adına $1800 78 oranda pul götürmüşəm. Ondan sonra $105 qalxdı. 1105-ə qalxdı, 170-ə qalxdı dollar. Onunla da belə ödədim o pulu mən. Biraz ortalıqda çətinlik oldu. Onu ödəyə bilmədim. Verdilər məhkəməyə. Məhkəmənin əlindən də ayda 99 manat kartımdan pul çıxılırdı. Yeznənin kartından pul çıxılırdı ay-bay. Ondan sonra devalvasiyaya bağlı cənab prezidentimiz artıq ödənilən dollarla devalvasiya olduğuna görə kompensasiya ayrıldı. Mən tam borcu ödəyib qutarandan sonra mənə kompensasiyanı, mənə 1483 manat Lənkəran filialından zəng verdiler bizə. Getdik Lənkəran filialına, dedilər ki, ayın daxil gələrsiniz. Ayın daxil gəldi, SMS gəldi bizə. Mənə oradan kart verdilər bizə. Seyfəddin müəllimə kart verdilər. Kartdan da 1483 manat artıq ödədiyim pulları kompensasiya ilə bizə qaytardılar. İndi mən də sizdən artıqca xahiş edirəm. Mən kompensasiya ödəmişəm, qutarmışam. İndi hansı banka, Əmirov Seyfəddin Nurməmmədoğlu, hansı banka yaxınlaşıram? Mən yaxınlaşıram, məsələn, pul götürməyə yeznənin adına, yeznə də adına pul vermirlər. Burada yazmışam, özüm də getmişəm ora. Canlı müdürün yanında olmuşuq, yeznəmin bir yerdə. Deyib ki, qardaş, sənin bizə borcun yoxdur, bizim sənə borcumuz yoxdur. Mən sizin artıq ödədiyiniz pulu 1483 manat kompensasiya kağızı da vermişəm sizə. Sizin ancaq siz müraciət edilməsə AGT banka. AGT banka gedirəm, məni yollayır başqa banka. Başqa banka gedirəm, deyirlər get məhkəməyə. Mən qalmışam ortalıqda. Sizdən artıracaq xahiş edirəm. Kredi silinmir. Adında sistemdə qalıb. Bir bank deyir, adında bank var, bir bank deyir, adında geçişmə var. Mən də istəyirəm ki, təmizlik araşı versinlər. Mənim adımın sistemindən silinsin. Sizdən artıracaq xahiş edirəm.